M1 qram 5 faizli natrium hidroksid məhlul üzərinə M2 qram 30 faizli natrium hidroksid məhlul əlavə etdikdə 25 faizi məhlul alınmışsa M1 bölünsün M2 nisbətini tapın deyir. Belə bir düsturumuz var. M1 omega 1 üstəgəl M2 omega 2 bərabərdir M1 üstəgəl M2, yəni ikisinin cəmi M son omega son. M1 vur 5 üstəgəl M2 vur 30 bərabərdir M1 üstəgəl M2 vurulsun 25. Buradan da 5 M1 üstəgəl 30 M2 bərabərdir 25 M1 üstəgəl 25 M2. M1'ləri bir tərəfə yığsam 5 M1'i bunda bu tərəfə keçirsəm, deməli 30'dan 25 çıxanda 5 M2 bərabərdir 25'dən də 5 çıxanda 20 M1. Buradan nə soruşur bizdən? M1 bölünsün M2 də bərabərdir 5 bölünsün 20, bu da eləyəcək 4'də 1. Cavabımız E variantı.